Kanalda əvvəlcədən də bildirdiyimiz kimi, Aralıq dənizinin şərqindən siklon sistemlərinin orta troposferdən rütubətli hava axınlarını Kiçik Asiya ərazisindən Qafqazın cənubuna doğru davamlı olaraq daşınması nəticəsində may ayının 4-ü, 5-i və 6-sında da Azərbaycan arasında qeyri-sabit hava şəraitinin davam etməsi gözlənilir. Qısa fasilədən sonra isə may ayının 7-si gündüz saatlarında hava şəraitinin yenidən dəyişilməsi və yağış yağması ehtimalı var. Növbəti proses nəticəsində isə may ayının 9-u, 10-u və 11-də də yenidən Azərbaycanın xüsusən də Böyük Qafqaz rayonlarında, Gəncə Qazax ərazisində, Kiçik Qafqaz rayonlarında, Naxçıvan ərazisində, Mərkəzi alanın ayrı-ayrı ərazilərində, eyni zamanda Cəlilabad Asları ərazisində də yenidən hava şəraitinin qısa müddət ərzində dəyişilməsi gözlənilir. Bu proseslər xüsusən də yaz və yay ayları üçün xarakterik olan topa yağış buludlarının xüsusən günün ikinci yarısında və axşam saatlarına doğru güclənməsi müşahidə edilir ki, nəticədə yağıntıların da günün ikinci yarısında və axşama doğru qısa müddət ərzində intensiv və güclü olması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Proses nəticəsində Böyük Qafqaz rayonları arasından axan çaylarda, Gəncə Qazax arasından axan çaylarda, Naxçıvan arasından axan çaylarda, eyni zamanda Kiçik Qafqaz rayonları arasından axan çaylarda, Cəlilabad Asları arasından axan çaylarda da sulluğun artması gözlənir və lokal xarakterli sel daşqın hadisələri ehtimalı var və eyni zamanda Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında, Varaz çayında da bu müddət ərzində sulluğun artması ehtimalı var. Xüsusən də mərkəzi Aran rayonlarında qurut sularının yer səthinə çıxması nəticəsində ayrı ərazilərdə su basma hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Prosesin növbəti mərhələsində isə may ayının 2-ci və 3-cü 10 günlük ərzində də Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Ümumilikdə isə may ayı ərzində, yəni may ayının 2-ci və 3-cü 10 günlüyündə bu prosesin davam etməsi nəticəsində yağıntıların əvvəlki illərin may aylarıyla müqayisədə çoxlu göstəricilərdən 4-5 dəfə artması və sel daşqın hadisələrinin də rayonlarda, xüsusən Böyük Qafqaz rayonlarında, Gəncə Qazax ərazisində, Kiçik Qafqaz rayonlarında, Naxçıvan ərazisində və Cəlilabad Asları ərazisində sel daşqın hadisələrinin əvvəlki illərin may ayları ilə müqayisədə 2025-ci ilin may ayında 4-6 dəfə artması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. May ayının 4-ü, 5-i və 6-sında da Azərbaycan ərazisində fasilələrlə qeyri-sabit hava şəraitinin davam etməsi gözlənilir. Xüsusilə may ayının 6-sında prosesin daha da güclənməsi fonunda yağıntıların da lokal qısa müddət ərzində intensiv və güclü olması gözlənilir. Proses nəticəsində Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, İsmaili, Şamaxı, Xızır, Quba, Qusar, Xasmaz, Şabran rayonları arasında may ayının 4-ü, 5-i və 6-sında arabir yağış yağması gözlənilir. Yağıntıların lokal leysan xarakterli, intensiv və qısa müddət ərzində güclü olması ehtimalı var. Şimşək çaxması gözlənilir, dolu yağması ehtimalı var. Proses xüsusən də may ayının 6-sında prosesin daha da güclənməsi fonunda topa yağış buludlarının daha da güclənməsi və lokal xarakterli supersel buludlarının formalaşması üçün münbiç nöqtə şəraitinin yaranması riski var ki, nəticədə Böyük Qafqaz rayonları arasında yağıntıların xüsusən də may ayının 6-sında daha da intensiv və güclü olması ehtimalı var. Proses nəticəsində ərazidən axan çaylarda gürsulluğun davam etməsi və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Qısa fasilədən sonra isə may ayının 7-ci gündüz yenidən arabir yağış yağması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Gölgöl, Göranbəy ərazilərində, eyni zamanda Naftalan ərazisində və Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gərəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngan ərazilərində və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərində də may ayının 4-ü, 5-i və 6-sında arabir yağış yağması və lokal xarakterli yağıntıların qısa müddət ərzində intensiv və güclü olması gözlənilir. Xüsusilə də may ayının 6-sında prosesin daha da güclənməsi nəticəsində yağıntıların arabir lokal xarakterli qısa müddət ərzində güclü olması gözlənilir. Proses nəticəsində ərazidən axan çaylarda sulluğun artması gözlənilir və lokal xarakterli sel daşqın hadisələrində artım ehtimalı var. Xüsusilə də prosesin kütlədaxili proseslərinin qısa müddət ərzində güclənməsi fonunda, yəni topa yağış buludlarının da qısa müddət ərzində güclənməsi fonunda yağıntıların da lokal leysan xarakterli intensiv və güclü olması gözlənilir ki, nəticədə ərazidən axan çaylarda sulluğun artması, daşqın və sel hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Qısa fasilədən sonra isə may ayının 7-ci gündüz yenidən qısa müddətli yağış yağması gözlənilir. Mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, Ucar, Zərdab, Ağcabədi, eyni zamanda Bərdə, Tərdər, Beyləqan ərazisində və Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində də may ayının 4-ü, 5-i və 6-sında arabir yağış yağması gözlənilir.
xüsusən də may ayının 4-ü axşama doğru, 5-i axşama doğru, eyni zamanda may ayının 6-cı gün ərzində yanğınların lokal qısa müddət ərzində intensiv və güclü olması gözlənilir. Proses səbəb isə xüsusən də Aralıq dənizindən daşınan rütubətli hava axınlarının Qafqazın cənubuna doğru daxil olması nəticəsində Azərbaycan arasında hava şəraitində tez-tez dəyişiklik gözlənilir və bu ildırım dolu buludlarının mərkəzi alan rayonları arasında daxil olması riski var. Nəticədə may ayının 4-ü, 5-i və 6-sında arablı yağış yağması gözlənilir. Xüsusən də may ayının 4-ü axşama doğru, 5-i günün ikinci yarısında və 6-cı gün ərzində yanğınların lokal qısa müddət ərzində intensiv və güclü olması gözlənilir. Proses nəticəsində lokal qısa müddətli dolu yağması da ehtimalı var, şimşək çaxması və yağışla bərabər, yəni yağıntılarla bərabər küləklərin də bir qədər güclənməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Cəlilabad, Masalda, Lənkəran, Astara, Yardımlı və Leriş ərazilərində may ayının 4-ü, 5-i və 6-sında qeyri-sabit hava şəraitinin arabir fasilələrlə davam etməsi gözlənir. Xüsusən may ayının 4-ü günün ikinci yarısında, 5-i günün ikinci yarısında və 6-cı gün ərzində yanğınların qısa müddət ərzində lokal xarakterli intensiv və güclü olması ehtimalı var. Qısa fasilədən sonra isə may ayının 7-sində hava şəraitinin yenidən dəyişilməsi gözlənir və yağış yağması gözlənir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bakı, Abşeron, Sumqayıt arasında da may ayının 4-ü günün ikinci yarısına doğru havada buludluğun artması gözlənir. May ayının 4-dən 5-nə keçən gecə yağışın lokal qısa müddət ərzində intensiv olması, şimşək çaxması ehtimalı var. Növbəti proses nəticəsində may ayının 5-dən 6-sına keçən gecədə yenidən Bakı, Abşeron, Sumqayıt arasında yağış yağması, şimşək çaxması ehtimalı var. Və may ayının 7-ci gündüz saatlarında Bakı, Abşeron, Sumqayıt arasında yenidən havada buludluğun artması gözlənir və yağış yağması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Kanalda əvvəlcədən də bildirdiyimiz kimi, Aralıq dənizinin şərqindən siklon sistemlərinin orta troposferdən rütubətli hava axınlarını Kiçik Asiya ərazisindən Qafqazın cənubuna doğru davamlı olaraq daşınması nəticəsində may ayının 4-ü, 5-i və 6-sında da Azərbaycan arasında qeyri-sabit hava şəraitinin davam etməsi gözlənilir. Qısa fasilədən sonra isə may ayının 7-si gündüz saatlarında hava şəraitinin yenidən dəyişilməsi və yağış yağması ehtimalı var. Növbəti proses nəticəsində isə may ayının 9-u, 10-u və 11-də də yenidən Azərbaycan xüsusən də Böyük Qafqaz rayonlarında, Gəncə, Qazax ərazisində, Kiçik Qafqaz rayonlarında, Naxçıvan ərazisində, mərkəzi alanın ayrı ərazilərində, eyni zamanda Cəlilabad Astara ərazisində də yenidən hava şəraitinin qısa müddət ərzində dəyişilməsi gözlənilir. Bu proseslər xüsusən də yaz və yay ayları üçün xarakterik olan topa yağış buludlarının xüsusən günün ikinci yarısında və axşam saatlarına doğru güclənməsi müşahidə edilir ki, nəticədə yanğınların da günün ikinci yarısında və axşama doğru qısa müddət ərzində intensiv və güclü olması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Proses nəticəsində Böyük Qafqaz rayonları arasından axan çaylarda, Gəncə, Qazax arasından axan çaylarda, Naxçıvan arasından axan çaylarda, eyni zamanda Kiçik Qafqaz rayonları arasından axan çaylarda, Cəlilabad Astara arasından axan çaylarda da sulluğun artması gözlənir və lokal xarakterli sel daşqın hadisələri ehtimalı var və eyni zamanda Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında, Varat çayında da bu müddət ərzində sulluğun artması ehtimalı var. Xüsusən də mərkəzi Aran rayonlarında qurut sularının yer səthinə çıxması nəticəsində ayrı ərazilərdə su basma hadisələrində artım ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Prosesin növbəti mərhələsində isə may ayının 2-ci və 3-cü 10 günlük ərzində də Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Ümumilikdə isə may ayı ərzində, yəni may ayının 2-ci və 3-cü 10 günlüyündə bu prosesin davam etməsi nəticəsində yanğınların əvvəlki illərin may aylarıyla müqayisədə çoxlu göstəricilərdən 4-5 dəfə artması və sel daşqın hadisələrinin də rayonlarda, xüsusən Böyük Qafqaz rayonlarında, Gəncə, Qazax ərazisində, Kiçik Qafqaz rayonlarında, Naxçıvan ərazisində və Cəlilabad Astara ərazisində sel daşqın hadisələrinin əvvəlki illərin may ayları ilə müqayisədə 2025-ci ilin may ayında 4-6 dəfə artması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.